Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Hamınızı xoş gördük. Hamıya bol şans arzuluyuram. Deməli, 2 vərəq yenə də burada hazırladığım şeylər var. Çünki bugün Premier Ligada, İtaliyada artıq ligaya yekun vurulur və bəzi şeylər müəyyən olunacaq, artıq aydınlaşdırılacaq. Yenə də hamıya bol şans arzuluyuram. Telegramın linki aşağıda, VIP qrupun nömrəsi aşağıda. Ondan sonra saytımızda metrikaları yerləşdirmişəm və artıq YouTube'un vaxtına girməmək üçün gəldim ki, YouTube'u çəkim, sonra YouTube'un montajı getdiyi bir vaxtda saytımızda davam edəcəm metrikaları yerləşdirməyə. Keçirəm artıq yavaş-yavaş oyunlara. Təmkinlə oynayın, bəzi riyazi hesablamaları, riskləri də gözə alın. Mən burada çalışıram, futboldan danışım. Qalanı necə deyərlər, məni maraqlandırmır. Məncə sizi də maraqlandırmasın. Ona görə də o məbləğləri elə bir həddə gətirin ki, yaxşı bir nəticə olmayanda belə üzülməyəsiniz. Deməli, başlayıram Girona Atletico Madrid oyunu ilə. Atletico Madrid 3 oyuncu səfərdə qol vurmur. Bu oyun və Villarreal Sevilla oyunu heç nəyi dəyişmir. Atletico Madrid dediyim kimi səfərdə 3 oyuncu qol vurmur. Simeone belə deyək də, bu il ümumiyyətlə səfərdə top 6 komanda arasında ən az xal yığan komandadır. Biraz bu da beynimi qurdalayır, amma Michel, yəni Girona'nın baş məşqçisi Simeone ilə dəfələrlə üz-üzə gəlib və indiyə qədər cəmi bir qələbəsi var, 7 məğlubiyyəti var və bir heçəsi var. Bunu da bir kənara yazaq. Amma biz La Ligada ən çox comeback eləyən komandalardan birindən danışırıq. Birindən yox, birincisindən danışırıq, Atletico Madriddən. Əlavə olaraq sizə 2 dənə pas verəcəm. Gazzaniga, buna xaricdən düzgün dinləyib dəyərləndirə bilənlər var. Gazzaniga, Girona'nın qapısı 3+ save ilə ortalaması var. Charlotte, Atletico Madridin hücumçusu isə La Liga'nın ən çox, 90 dəqiqə ərzində ən çox qapıya ortalama zərbə vuran oyuncusudur. Çərçivədən gedir söhbət. 2.11 ortalama ilə oynayır. Bu belə. Mən bu oyundan, dostlar, deməli bu oyundan, bəzi notlar da bura yazmışam. Mən bu oyundan 1.45 əmsalla qol-qolumu götürüb çəkiləcəm qırağa. Son oyundur, heç nəyi dəyişmir. Məsələn, bu heç nəyi dəyişməyən oyunlar ki var, onları bir yerə yığıb oynaya bilərsiniz. Normal, məntiqli, ağınıza batanları seçib götürə bilərsiniz. Villarreal isə Sevilla ilə oynayır. Dediyim kimi 18-15-də qarşılaşırlar. Və orada mən, yəni Sevilla bu il rəzildir. Mən burada qolları ortalığa atacağım. Kim vurur vursun. Amma Ayoze Perez'dən qol gözləyirəm bugün. Çünki Villarreal tarixinə adını yazdıra bilər. Ortalığa. Barça ilə bugün işim olmayacaq. Şesni Lewandowski'yə zarafat yana yumruq atır, damağından siqaret düşmür. Yəni bu komanda artıq bu moddadır. Ona görə də məsələn dünən də onu gördünüz də siz. Belə şeyləri. Heç nə dəyişməyən oyunları demişkən, gəlin birini də bura əlavə edeyim. Məsələn. Wolverhampton Brentford. İnşallah ki time da gələr 2-5 üst. Ataq ortalığa. Kim vurur vursun. Potensial olaraq Wolverhamptondan 2 top gözləyirəm. Yəni əlavədə ekstra. Yəni belə çox futbol beyni ilə biraz oynayıram burada. Çünki belə deyək də, son oyunumuzu da oynayaq. Arvad, atelləri həll eləmsən, hə, uşaqları da hazırla, çamadanları hazırla, oyundan sonra uçuruq. Və belə bir moddadılar. Bu da belə erkən başlayan oyunlardan bizdə var idi, Hamka Molde oyunu. Burada da qol-qol ilə 2-5 üst gözləyirəm, dostlar. Və bu da istəyən təkli bunu dəyərləndirə bilər. Üstün əmsalı 1.62-dir, yəni az deyil, razılaşın. Qol-qol köşü üstün əmsalı lap yuxarı olar. Bu da belə. Sonra, Premier Liga ilə bağlı biraz sizi intizarda saxlayayım. Qabağa fırlayanlar indi dilxor olacaqlar. Deməli, Alkmaar Twente, bu adlar bizə artıq deyir ki, 2-5 üst. Analizimi biraz dərinləşdirəcəm. Yəni, baxın, Twente'də bilirsiniz, Stein adlı bir oyuncu var. Twente'də çox təhlükəli oyuncu. Demək olar ki, Twente'nin tək başına daşıyır. Erediviziyanın, məncə səhv etməsə, ən yaxşı oyuncusu adını qazandı. Səhv etməsə, indi səhv eləyə bilərəm. Ajax-la PSV-nin belə rəzil dönəmində o normaldır. Bu Van Persie'nin istəkləri ilə Feyenoorda imzanı atdı. Stein. Bu oyuncu nəzərinizdə olsun. Oyuna mütləq baxın. Gözəl bir oyun olacaq, əminəm. Alkmaardan da 2 top. Həm istəyimdir, həm xahişimdir. Bir Alkmaar sevər olaraq. Alkmaar optimal heyətə yaxınlaşdırıb artıq. O Parrot zədəsini sağaltdı. Yəni bu, belə deyək də, final oyunudur. Avropa səhnəsinə çıxmaq üçün final oyunudur. Twente xarakter nümayiş etdirdi keçən dəfə Neklə oyunda. Mən Ruziyə demişdim oyundan 3-2 gözləyirəm. 2-2 oldu, ekstra da 3-2 oldu. Qırmızı ilə özdə oynadı Twente. Və çox enerji sərf etdi deyə oyunda. Alkmaar isə rahat keçdi. Ən sevimli rəqiblərindən birini. Ona görə də risklisi 1+ qol ola bilər burada. Çünki Alkmaarın artıq burada xarakterinə
güvənmək istəyirəm. Bu da belə. Yəni belə deyək də, hə 2-5 üst gəldi, amma tərsinə 0-4 oldu. Mən çıxıb burada deməyəcəm ki, hə mənim analizim gəldi. Mən çalışıram burada analiz qoyum ortaya, izlədiyim komandalarını. Sonra yavaş-yavaş gəlin belə deyək də, keçək artıq İngiltərəyə. Bugün beynimi qurdalayan nədir? Normalda City-dən qol buraxmaq şərti ilə. Çünki artıq bu oyunda Marco Silva özü təkcə qeyd eləmişdim bura. Hardasan. Marco Silva təkcə özü 12 dəfə uduzub, 14 oyunda uduzur Pepe. Fulham ardıcıl 17 oyunda uduzur və ortalama yox 52 qol buraxıb bu oyunlarda Pepdən. Yəni City-dən. Böyle ölçüdə Pepdən də belə deyək. 3.05 qol ortalaması olub oyunlarda. Amma beynimi qurdalayan nədir? Pepe bir xal da bəs eləyir bugün. Belə futbolu iyrəncləşdiriləcək şeylər baş verir burada bəzən. Adam dilxor olur da. Yəni normalda bu oyun hesabını sizə deyim məsələn. 1-3, 1-4 marmuş günündə olarsa, halanda artıq bilirsiniz ki mən Crest, yəni Doku, o keçən dəfə izah elədiyim kimi, Doku öz beyni ilə oynasa, sıfıra enib dala qayıtmasa, elə sıfırdan təhlükə yaratsa, halanda inşallah heyətdə çıxmaz. Oyun uçar dostlar, vallahi uçar. Bu da belə. Yəni 1-3, 1-4. Amma o bir məncə olacaq orada. Məncə. Yenə də şəxsi düşüncəmdir. Amma City-yə bir xalın bəs eləməsi biraz beynimi qurdalır. Wolverhampton dedim artıq. Arsenal Southampton oyunu ilə bağlı mənim xalam oğlu hər dəfə də adını, bəzən Arsenal'la oyunlarda da adını çəkirəm. Uşaqlıqdan, yəni Arsenal fanatıdır. Allah şəfa versin. Southampton'la bunun oyunun metrikasını sayta yerləşdirmişəm. Deyir ki, abi, böyük ehtimal Arsenal belə bir şeylə çıxar oyuna ki, həm ikinci yeri betonlayaq, orada maliyyə məsələsi var da. 3, 2, 4 onların çempiona ayrı məbləğ verilir də, onu normaldır bilirsiniz. Bu ikinci ən əsası da Raya qızıl əlcək alsın deyə Raya üçün oynaya bilərik. Kai Havertz qayıdıb məsələn. Southampton səfərləri nə yadda qalır? Birinci hissə 1-5 üstlərlə adətən. Heç kimə lazım olmayan bir oyundur normalda yenə də. Belə götürəndə Arsenal da bir xal bəs eləyir. Çünki Pep'lə 3 xal fərqi var. Və buradan mən nə gözləyirəm? Arsenal time udar. Və bu riskə gedəcəm 1.44 əmsalı çünki. Arsenal time udar, sonrası məni maraqlandırmır. Ana kupona girərmi? Yox. Sonra Manchester United, Aston Villa. Gəlin burada da bir analiz qoyaq ortalığa. 2-5 üst. Necə 2-5 üst? Villa udmalıdırmı dostlar? Udmalıdır. A dostlar. Villa udmalıdır. Baxın, Villa time'da vurar. İnşallah time'da 2'sini vurar. Hətta 3'ünü vurar. Və Villa'nın time'da vuracağı qoldan sonra 1.50 əmsaldır bu. O 1.52 açılan Aston Villa'nın 2 topu özünün o da gələr. Hətta özü də 2-5 üstə aparar. Və United 19-cu məğlubiyyətini mövsümdə alar. Ondan sonra da o ədəbaz baş məşqçilər, klubun sahibləri Milan oyunda görürüzsə Go Home, Redbird üçün açmışlar. Redbird'ın sahibləri üçün açmışlar. İnşallah elə bir pankartlar biz falan da görərik. Növbəti mövsümdən artıq boykot edərlər. Aston Villa udub Çempionlar Liqasına getmək istəyir. Aston Villa Çempionlar Liqasına yaraşır. İnşallah ki, gedər. İngiltərədən bağlı prinsipcə belə, yəni Liverpool falan bunlar, Nottingham, Chelsea. Məsələn, Nottingham mənə görə uduzmayacaq bugün. Bu ekstra şərhlərdir də. Liverpool bir emosional bir sonluq. Çünki oyundan sonra kubok mərasimi, verilmə mərasimi adını artıq yazırdılar. Səhər baxdım. Belə. Sonra. Prinsipcə hər şey dedim də. Evində oynayan, oyun heç nə həll eləmir. Evində oynayan, siz də mənə bağışlayın. Kayıfda olan Tottenhamə 4.35 əmsal açıblar. Bu normal deyil. Brighton'a qələbə lazımdırmı? Ümumiyyətlə, birinci bu sual vermək lazımdır. Belə oyunlardan biraz adam çəkinmək istəyir. Və sürəti yığıram artıq. Sürəti yığıram daha ciddi oyunlara keçmək üçün. Deməli, gəlin Danimarkanı bir dənə tez bazar əldən çıxardaq, yaxşı mənada. Kopenhagen çempionluğu satacaq qədər alçalıbsa, okey. Amma bu oyunun mən Kopenhagen qələbə, amma necə qələbə? Norşalanddır deyə rəqib. Birazdan Norşalandın durumu bir dəqiqə belədir ki, problem yoxdur, oynayaq. Amma Norşalanddır deyə rəqib. Kopenhagen axır vaxtlar hesabın üstünə yatmağa başlayıb, pragmatik futbol oynamağa başlayıb. 1 plus 1.5 üst ən azı, 1.52 əmsaldır. 1.52 əmsaldır, qələbəsi 1.44. Burada yazmışam, artıraq. Məncə 2.5 üstlə qələbəsi hətta gələcək. Midland Randers. Midlandın mövqeyinə baxın, Randers'ın mövqeyinə baxın. Və Randers əslində bugün utsa. Mən bu oyundan qol gözləyirəm, 1.44 əmsalda buradadır. Randers bugün utsa
üçüncü yerdəki komanda baxarsınız bir özünüz. Mən Avrokuboka getmək şansını özündə saxlayır. Burası da var məsələnin. Gol burada da gözləyirəm. Məncə amma gol-golda qalmayıb üstə gedəcək bu oyun. Midtjylland Randers oyunu. Yəni komandaları bir özünüzdə analiz edin mütləq şəkildə. Saint-Gilloise əmsal yoxdur. Məncə time'da işi bitirəcək ki, Brügge sevdandan vaz keç. Neçə il sonra Union Saint-Gilloise bugün çempion ola bilər. Neçə il sonra baxın. Union Saint-Gilloise'ın heyətində 2 nəfər var ki, bu dəqiqə Avropanın top klubları, o skautlar orada izləyəcəklər oyunları. O oyuncuları izləyəcəklər. Union Saint-Gilloise'ın hissə qələbəsi 1.34'dür. Bu ana kupona girməz. Əmsalını da açmayıblar. 1.19 açıblar qələbəsini. Amma məncə hissəni udacaq. Çünki hissədən bitirməlidir oyunu belə bir rəqiblə oyunda. Amma paralel də Brügge Antwerpenlə oynayır. Brügge burada full rejimi açıb oynayacaq məncə. Brüggenin mən hər dəfə necə dəyərləndirirəm? Əsasda evində oynayanda, hətta səfərlərdə çox vaxt elə dəyərləndirirəm. Brüggenin ən yaxşı bacardığı iş time'da vurmaqdır və 2 top vurmaqdır. Ən yaxşı bacardığı işdir. Antwerpenlə oynayır. Məncə yəni oyun çıldıra da bilər, belə bir güc göstəricisi də ola bilər. Və yaxud da ki, rəqibə doldura bilər ki, çempionluq əldən getdi, amma bizi qınamayın da, biz varımızı, yoxumuzu meydanda ortaya qoymuşuq. Sadəcə o Çempionlar Liqasında oynamaq və s. və ilaxır. Bu komandanın Saint-Gilloise, məsələn, Napoli kimi il ərzində ancaq bir yerə kökləndi və ona görə nəticəni əldə edir faktiki. Çox yaxındır. Brügge də Interin durumundadır. O yorğunluq, 2-3 cəbhədə oynamaq artıq yordu komandanı. Kadr potensialı buna imkan vermədi. Belə dostlar. Genk Anderlecht oyunu publik oyunu deyə dəyməyəcəm bu oyuna. Artıq başa düşdünüz də oyunla bağlı nə düşünürəm, amma heç nə həll eləməyən bir oyun əslində. Juventusdan qələbə gözləyirəm. Potensial 2+ gol oyunudur. İş burasındadır ki, Venetsiyada qələbə lazımdır, dostlar. Venesiyanın oyunlarında da adətən ikinci hissələrdə oyun çıldırır. 0-0 stabil. Sezon boyu 0-0 gedən oyun, time'larda olan oyunlar özəlliyi budur o oyunların. Venesiyadan oyunlarının. İkinci hissədə bir də görürsünüz 4-5 top olur. Nə bilim, gəlin yazaq bura bir hesab olaraq. O ənənəvi Venesiya ssenarilərini 1-2 dəqiqə hesab. Məsələn deyirəm ha, yəni məncə Juventus udmalıdır. Daha indi Avropa Liqasında gələcəksən, mən də nə deyim sənə. Sonra Fiorentina time'da vurar Udinese məncə 1.76 əmsaldır. Yekunlaşdıram yavaş-yavaş. Və Kristiansson Viking oyunu var Norveçdə. Gol 1.42 əmsaldır. Eyni şey gözləyirəm Sandefjord Strømsgodset oyunundan. Sarpsborg Tromsoya time'da vurar 1.75 əmsal. Haugesund Brann 2.500 əmsaldır. Hətta 3.500 əmsal götürmək istəyəcəm buradan. Alınıza batırsa. Norveç 2-ci liqasında Egersund Sogndal oyunu var. 1.43 ilə gol. Trabzon da məncə time'da vuracaq. Yəni Fatih Tekke'nin tipajına uyğun olaraq time'da vurar. Simon Banza time'da vursun və ya da ki Danilo Sikan. Yəni gözəl bir Akyazıda gözəl bir nöqtə qoysunlar çempionata. Prinsipcə belə bir də bir oyun var Fransada. Clermont-Boulogne. Clermont time'da məncə vuracaq. 1.71 əmsaldır. Məndən bu qədər dostlar. Xeyli sayda oyun və analiz olunmuş oyunlardır. Məndən bu qədər. Öpürəm sizi, bağrıma basıram. Allah'a emanet olun.